Salam, hər vaxtınız xeyir olsun. Belə bir maraqlı aleyum məsələsinin həllinə baxaq. Bizə verilibdir 500 qram 40% aleyum üzərinə 100 qram 82% sulfat turşusu əlavə edildi. Neçə faizli aleyum alınır? Deməli, biz birinci tapırıq ki, 500-ümüz yazırıq. 500-ümüz 100%-dirsə, bunun 40%-i nə qədərdir? Tapırıq ki, 200'dür. Deməli 500 qram olayım o deməkdir ki, bu 500'ün 200'ü SO3'dür. Yerdə qalan 300'ü isə sulfat turşusudur. Və sonra deyir ki, üzərinə 100 qram 82%'li. 100 qramında 82%'i, yəni 100 qramın 82 qramı sulfat turşusudur. Yerdə qalan 18 qramı sudur. Və biz bilirik ki, sistemdə su varsa mütləq o SO3 ilə reaksiyaya girib yenidən sulfat turşusu əmələ gətirir. Yazırıq reaksiya H2O üzərinə SO3 alınacaq H2SO4. Və 18 qram su, yəni 1 mol su, elə 1 mol SO3 ilə reaksiyaya girib 1 mol da sulfat turşusu əmələ gətirəcək. Deməli, bizdən soruşur ki, neçə faizli aleyum alınır? 98 qram yeni sulfat turşumuz əmələ gəldi. 82 qram var idi. Üzərinə 82 qram gəldi və 300 qram da ümumilikdə 480 qram bizim sulfat turşumuz oldu. 200 qram SO3'dənsə 80 qramı gəldi suyla reaksiyaya girdi. Qaldı 120 qram SO3'ümüz. Ümumi məhlulumuz oldu 120'nin üzərinə 480, 600 qram ümumi məhlul oldu. Yuxarını pozaq və bizə deyir ki, neçə faizli aleyum alınır? Tapdıq ki, yəni burada 120 qram həll olan maddəmiz, yəni SO3'ümüz var. Omeqanı da belə tapırıq da. Omega bərabərdir. 120'ni bölürük. Ümumi məhlulun kütləsi tapdıq ki, 600'dür. Vururuq 100'ə. Tapırıq ki, cavab oldu 20%. Deməli, 20% aleyum məhlulu alınır.